Qax rayonunda ev heyvanları arasında dabaq xəstəliyinin yayılması ilə bağlı narahatlıq yaranıb. Rayonun bir neçə kəndində malqara və xırdabuynuzlu heyvanlarda xəstəliyin əlamətləri müşahidə olunur. Sakinlərin sözlərinə görə son günlərdə bir çox təsərrüfatlarda heyvanlarda ağızda yara, dil və dodaqlarda şişkinlik, dırnaqlarda soyulma, halsızlıq və yem qəbul etməmək kimi simptomlar yaranıb. Bəzi heyvanlarda bədən temperaturu yüksəlir, nəticədə onlar hərəkət etməkdə çətinlik çəkirlər. Hazırda Qax Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən ərazilərdə vəziyyətə nəzarət olunur, xəstə heyvanlar təcrid edilir və təsərrüfatlarda dezinfeksiya işləri aparılır. Mütəxəssislər bildirirlər ki, dabaq çox asanlıqla yayılan virus mənşəli xəstəlikdir və vaxtında tədbir görülmədikdə təsərrüfatlara ciddi zərər vura bilər. Baytar həkimlər heyvan sahiblərinə tövsiyə edirlər ki, xəstəliyin qarşısının alınması üçün xəstə heyvanlarla sağlam heyvanları bir yerdə saxlamasınlar. Təsərrüfatlarda təmizlik və dezinfeksiya tədbirlərinə ciddi riayət etsinlər. Baytar xidmətinə müraciət edib peyvəndləmə aparsınlar. Xəstə heyvanların südünü və ətini istifadə etməsinlər. Mütəxəssislərin sözlərinə görə, vaxtında görülən tədbirlər nəticəsində dabaq xəstəliyinin qarşısını almaq mümkündür.